Qarşınızda dünyanın ən isti və izolator tükü olan İslandiya ördəyinin tükünü görürsünüz. Belə ki, bu tükdən hazırlanmış bir yastığı 4000, bir yorğanı isə 14000 evrodan başlayan qiymətlərlə əldə edə bilərsiniz. İslandiya adasında yaşayan bu ördəklər hormonal dəyişikliklər və yumurta qoyma zamanı yumurtaları isti saxlamaq üçün bu tükü tökürlər. Yumurtalar çarxladıqdan sonra İslandiyalı fermerlər ördəyə zərər vermədən tükləri yığdıqdan sonra ördəyi yenidən yuvaya geri qoyurlar. Bu tüklərin qarşılığında isə ördəklər qanun ilə qorunur, hətta yumurtalarının götürülməsi belə adada cinayət sayılır. Bu qarşılıqlı yaxşılıq 1100 ildən çoxdur ki, davam edir. İslandiyalı fermerlər bu işi atadan oğula nəsillər boyu davam etdirirlər. Xüsusi üsullar ilə əllə təmizlənən tüklər ixrac olunaraq böyük ölkələrdə baha qiymətdən alıcılara təqdim edilir. Əlavə olaraq, dünyadakı ördək tükünün 90%-i İslandiyadan ixrac olunur. Bəs sizcə ördəklər və fermerlər arasındakı bu alış-veriş ədalətlidirmi? Şərhlər bölməsində öz fikirlərinizi yazın. İzlədiyiniz üçün çox sağ olun.